Küsmək, incimək qəlbimizdə bir yüklə yaşamaq deməkdir. Mən bu günlərim əgər kimdənsə küsürəm və bunu qəlbimdə hər gün daşıyaraq, hər səhər duranda, hər axşam keçəndə bunu fikirləşərək yaşayıramsa, özümə haqsızlıq edirəm və günümə haqsızlıq edirəm. Küsdüyüm insanın xəbəri yoxdur. Mən nələr fikirləşirəm, nələr yaşayıram, hansı duyğular içərisindəyəm. Bunu onunla paylaşmıram. Paylaşmadığım üçün də bu daha da böyüyür, bu kin daha da böyüyür. Əslində küsmək bu həyatdan ləzzətini almamızı gecikləşdirən, gecikməsinə səbəb olan bir hadisədir. Küsmək bir fəaliyyətdir, əqli bir fəaliyyətdir və sən dayanmadan bu əqli fəaliyyətlə məşğul olursan, təbii ki, yorulursan. Seanslarda ən çox eşitdiyim, onu bağışlaya bilmirəm, onu bağışlasam ona özümə haqsızlıq etmiş oluram. Əslində onu bağışlamadığınız üçün özünüzə haqsızlıq etmiş olursunuz. Sizə bəxş olunmuş bu günü yaşamırsınız. Sizi əsəbləşdirən insanı fikirləşərək yaşayırsınız. Bu nə qədər doğrudur? Bilirsiniz bunun səbəbi nədir? Uşaqlıqdan əslində bizə küsməklə necə mübarizə aparmaq lazımdır. Olan problemi necə həll etmək lazımdır öyrədilməyib. Ona görə də nə qədər gec deyil, sən də öz övladına öyrətməlisən ki, əgər bir şeydən incimisinsə, bunu gedib deməlisən. Açmalısan, söhbət etməlisən ki, gələcəyə bir yük daşımayasan. Küsərək, onunla danışmayaraq, onu cəzalandırdığını düşünürsənsə, əslində özünə böyük bir cəza etmiş olursan və özünün gələcəyini daha da həzz almadan yaşamağını təmin etmiş olursan. Küsmək bizim özümüzə ziyandır. Necə ki, atalar demiş, sirkə nə qədər tünd olarsa öz qabını çatladar. Küsmək də bizi sadəcə olaraq qabımıza ziyandır, bədənimizə ziyandır, ruhumuza ziyandır. Bundan mübarizə aparıb, öz övladlarımızı da bundan necə mübarizə aparmağı mütləq öyrətməliyik. Məsələ bu xoşbəxtçilikdir.